Müasir dünyada informasiya müharibəsi, silahlı münaqişələr kimi təhlükəli xarakter alıb. Avropa Parlamentinin Azərbaycana qarşı iftira dolu qətnaməsi isə bu cür müharibənin tərkib hissəsidir. Bütün bunların fonunda Azərbaycanın uğurlarını rejim marağı, erməni lobbisinin fəaliyyətini isə demokratiya cəhdi kimi təqdim edən anti-Azərbaycan şəbəkənin yenidən peyda olması, insanların beynini dırnaqarası təhlilləri ilə zəhərləyənlərin düyməsi yenidən basılıb. Seymur Həzidən Tural Sadıqlıya, Elman Fəttahdan Murad Sultanlıya qədər uzanan bu zəncirin həlqələri nədənsə Avropa Parlamentinin qərəzli qətnaməsindəki ermənipərəst bəndlər barədə susmağa üstünlük veriblər. Bu videoda biz həmin susqunluğun səbəblərini və təhrif olunmuş analizlərin arxasında duran həqiqətləri ifşa edirik. Öncədən deyək ki, təqdim etdiyimiz Seymur Həzi, Tural Sadıqlı, Murad Sultanlı, Elman Fəttah və Fuad Qəhrəmanlının yazıları göstərir ki, burada vahid bir tezis var. 1. Avropa Parlamentinin qərəzini görməzdən gəlmək və ya kiçiltmək. 2. Erməni lobbisinin təsirini bəhanə adlandırmaq. 3. Bütün diplomatik gərginliyi yalnız insan haqları və daxili qorxu ilə izah etmək. 4. Azərbaycanın müstəqil xarici siyasətini təcrid olunmaq kimi təqdim etmək. Bunlar Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün beynəlxalq təşkilatlara verdiyi haqlı reaksiyanı demokratiyadan imtina kimi qələmə verərək əslində dövlətin xarici siyasətini daxildən zəiflətməyə xidmət edirlər. AXCP sədrinin muavini Fuad Qəhrəmanlının bu şərhi erməni lobbisinin diktəsi ilə hazırlanan qətnaməni pisləmək əvəzinə dövləti xəyanətdə ittiham edən bu ritorika əslində xarici dairələrin anti-Azərbaycan kampaniyasına birbaşa xidmət göstərməkdir. Ölkənin geosiyasi kursunu Mərkəzi Asiyaya sürüşmək kimi qələmə vermək. Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilməyən, Ermənistanla eyni xəttdə durmağı vətənpərvərlik sayan bir zehniyyətin ifşasıdır. Car Center, Xəzər Tədqiqat və Analiz Mərkəzi, Azərbaycanlılar tərəfindən təsis edilən platformada yayılan məqalədə Avropa Parlamentinin qərəzli qətnaməsi açıq şəkildə müdafiə olunur və Azərbaycanın öz milli maraqlarını qoruması, avtoritarizmin möhkəmlənməsi kimi qələmə verilərək xarici güclərin anti-Azərbaycan kampaniyasına rəvac verilir. Müəllif, Ermənistanın işğalçı keçmişini və lobbi fəaliyyətlərini görməzdən gələrək, dövlətimizin müstəqil xarici siyasətini qərbdən uzaqlaşma bəhanəsi ilə hədəfə alır ki, bu da birbaşa milli maraqlara qarşı yönəlmiş xəyanətkar bir mövqeyidir. AXCP sədr muavini Seymur Həzi. Seymur Həzinin bu şərhi Avropa Parlamentinin qərəzli qətnamələrini dolayısıyla ört-basdır edərək Azərbaycanın milli qürurunu və suveren qərarlarını əsəbi reaksiya kimi qələmə verən xəyanətkar bir yanaşmanın təzahürüdür. Dövlətin öz maraqlarını qorumaq üçün atdığı addımları Moskvanın maraqları ilə əlaqələndirməyə çalışmaq əslində xarici diktəyə boyun əyməyi təbliğ edən və Azərbaycanın müstəqil xarici siyasətinə kölgə salmaq istəyən düşmən dəyirmanına su tökməkdir. Bu ritorika Ermənistanla birgə bəyanat xülyası altında ölkənin milli təhlükəsizlik maraqlarını manipulyasiya edərək beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini zəiflətməyə xidmət edir. Tural Sadıqlı və onun rəhbərlik etdiyi Azad Söz kanalının bu yanaşması, milli maraqlarımızı hədəf alan xarici təzyiq rıçaqlarını müdafiə etməklə yanaşı, Ermənistanın maraqlarına xidmət edən qətnamələrə, dolayısıyla bəraət qazandıran xəyanətkar bir ritorikadır. Öz dövlətinin suveren qərarlarını bəhanə adlandıran bu zehniyyət, əslində anti-Azərbaycan dairələrin əlində alətə çevrildiyini bir daha nümayiş etdirir. Elman Fəttahın bu şərhi Avropa ölkələri ilə qurulan bərabər hüquqlu ikitərəfli münasibətləri və enerji təhlükəsizliyi sahəsindəki strateji nailiyyətləri zəiflikdən istifadə adlandırmaq əslində xarici mərkəzlərin Azərbaycanı sanksiyalarla təhdid etmə arzularına rəvac verən xəyanətkar bir mövqeyidir. Öz ölkəsinin beynəlxalq arenada manevr imkanlarının artmasından narahatlıq keçirən bu ritorika, milli dövlətçilik maraqlarını deyil, kənar güclərin diktəsini və ölkəmizin suverenliyinə qarşı yönəlmiş mənfur senariləri müdafiə edir. Murad Sultanlı,
AXCP funksioneri Murad Soltanlının bu şərhi Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsini milli maraq pərdəsi altında müdafiə edən və dövlətin suveren hüquqlarını manipulyasiya obyekti edən xəyanətkar bir yanaşmadır. O, əli qanlı separatçıların azad edilməsi tələbini dövlətin güya əvvəlki səhvləri ilə əlaqələndirib legitimləşdirməyə çalışmaqla əslində ölkəmizin beynəlxalq müstəvidəki haqlı mübarizəsinə daxildən zərbə vurmağa cəhd edir. Bu ritorika Azərbaycanın müstəqil siyasətini xarici diktələrə qurban verməyə hazır olan və milli təhlükəsizlik məsələlərini siyasi manipulyasiya alətinə çevirən anti-dövlət mövqeyinin bariz nümunəsidir. Səməd Rəhimli və Leyla Mustafayevanın Avropa Parlamentinin qətnaməsi fonunda səsləndirdikləri fikirlər Azərbaycanın milli maraqları və dövlət suverenliyi mövqeyindən xəyanətkar və qərəzli yanaşma kimi qiymətləndirilir. Onlar beynəlxalq qurumların ölkəmizə qarşı apardığı sistemli qarayaxma kampaniyasına, xüsusilə də Qarabağda keçirilmiş antiterror tədbirləri və suverenliyimizin bərpası prosesinə kölgə salan bəyanatlara açıq şəkildə dəstək nümayiş etdirirlər. Çıxışlarda Azərbaycan dövlətinin daxili və xarici siyasəti manipulyasiya edilərək tənqid olunur. Qərb dairələrinin ədalətsiz təzyiqləri isə haqlı kimi qələmə verilir. Faktiki olaraq bu şəxslər obyektiv reallıqları təhrif etməklə ölkə daxilində və xaricində dövlət əleyhinə formalaşdırılan anti-Azərbaycan tezislərinin ruporu rolunda çıxış edirlər. Azərbaycan hökuməti düzmə edir. Azərbaycanın bu addımı bir neçə səbəbdən strateji baxımdan əsaslandırılmışdır. Birinci, diktəni rədd etmək. Beynəlxalq təşkilatlar əməkdaşlıq platforması olmalıdır. Müstəntiq otağı deyil. Əgər bir tərəf yalnız ittiham edirsə, orada əməkdaşlıq bitmişdir. İkinci, milli qürur və zəfər reallığı. Azərbaycan Qarabağ məsələsini hərbi siyasi yolla həll edib. İndi Avropa Parlamentinin bu məsələni yenidən masa arxasına gətirmək cəhdinə icazə vermək, qazanılmış zəfəri təhlükəyə atmaq deməkdir. Üçüncü, ikili standartlara yox demək. Ermənistanın 30 illik işğalına susan bir qurumun bugün hümanizm dərsi keçməsi hüquqi deyil, siyasi riyakarlıqdır. Bu riyakarlıqla əlaqəni kəsmək dövlətin ləyaqətli xarici siyasətinin göstəricisidir. Bu şəxslərin hamısı eyni vaxtda, eyni istiqamətdə və eyni məntiqlə çıxış edirlər. Bu, təsadüfi bir fərqli düşüncə deyil, koordinasiya olunmuş bir informasiya hücumudur. Azərbaycanın suverenliyinə qarşı aparılan bu çirkin kampaniya sadə bir siyasi fikir ayrılığı deyil, birbaşa 5-ci kolonun milli dövlətçiliyimizə vurduğu xəyanətkar zərbədir. Seymur Həzi, Fuad Qəhrəmanlı və digərlərinin bir mərkəzdən idarə olunan çıxışları Avropa Parlamentinin ermənipərəst qərəzinə daxildən legitimlik qazandırmaq məqsədi daşıyan informasiya təxribatıdır. Özlərini siyasətçi adlandıran bu ünsürlər erməni cinayətlərini hümanizm pərdəsi altında ört-basdır edərək düşmən lobbisinin rəzil tezislərini Azərbaycan cəmiyyətinə demokratiya adı ilə sırmağa çalışırlar. Dövlətin milli ləyaqətini qoruyan qətiyyətli addımları əsəbi reaksiya adlandırmaq, milli kimlikdən tamamilə qopmaq və birbaşa Ermənistan Xarici İşlər Nazirliyinin könüllü əskəri kimi çıxış etməkdir. İşğalçı Ermənistanın vandalizminə, mina terroruna və itkin azərbaycanlılara qarşı susan bu şəbəkə, Azərbaycanın öz torpaqlarını azad etməsini hüquq pozuntusu kimi qələmə verən xarici ağalarının ruporuna çevrilib. Avropa Parlamenti ilə münasibətləri dondurmaq dövlət qürurunun tələbi olduğu halda, bunu təcrid olunmaq kimi yozanlar milli maraqlarımızı daxili siyasi qərəzə qurban verən satqınlardır. Qanla qazanılmış tarixi zəfəri beynəlxalq qurumların dəhlizlərində və 5-ci kolonun manipulyasiyalarında itirmək niyyətimiz yoxdur. Bu xəyanətkar şəbəkənin süni analizləri, xalqın milli iradəsi və dövlətin ləyaqətli dirənişi qarşısında darmadağın olmağa məhkumdur. Milli maraqlarımıza kör, erməni tezislərinə isə dil olan bu qüvvələrin əsl mahiyyəti artıq cəmiyyət tərəfindən tam ifşa olunmuşdur.